Bizdeki apostrof S veya S apostrof neyi yaradırdı? Yerlik halı yaradırdı. Apostrof S hansı isimler için idi? Təkdə olanlar için. S apostrof cəmdə. Hansı isimler yerlikə yaradırdı? Canlılar. Canlı kimdir? İnsan, heyvan. Sonra nə? Məkan. Məkan deyəndə coğrafiya, ölkə, şəhər, kənd, qitə, nə bilim, dağ, çay. Bu biraz asancusu vaxt, bir də vaxt, pul, məsafə. Bunu deyirsən düzgün yazmamışam deyirsən. Vaxt, pul, məsafənin yerikanını yarada bilir. Bura qədər aydındır mən. Bəs yerdə qalan isimlər var, hansılardır onlar? Kitabın səhifəsi demək istəyirəm. Bu qrupa daxildir, hər hansı bir qrupuna. Hə? Kitab bu qrupun hansı daxildir? Heç birinə. Qapının dəstəyi demək istəyirəm. Daxil deyil. Məsələn, mən bu tipli şəhərin mənzərəsi demək istəyirəm. Mən bu tipli ifadələri yaratmaq üçün ingilis dilində ofdan istifadə edirəm. Of yerdə qalan bütün cansız varlıqların yerlik halını yarada bilir. Hətta canlıdan savayı məkan və vaxtı yox. Məkan bildirən sözlərin də yerlik halını yarada bilər. Aydındır mı? Of nə edir? Ofun tərcüməsi nədir? Ön üstü 4, nun üstü 4. Nəyin yerlik halını yaradır? Əsasən cansızların yerlik halını yaradır. Aydındır mı? Söz önlərdə belə bir şey var ki, söz önlərdə ifadələr həmişə tərsinə qurulur. Azərbaycan dilindən tərsinə qurulmalıdır. Məsələn, mən demək istəyirəm kitabın səhifəsi demək istəyirəm. Elədirmi? Səhifəsi. Qulaq alsın. Ön şəkilçi nəyə qoşulmuşdur? Kitaba qoşulmuşdur. Elədirmi? Yerlikən şəkilçi kitaba qoşulmuşdur. Of nə deməkdir? Ön demək deyil. Sözünü dərək. Of nəyin qabağında gələr sizcə? Kitabın. Bu ifadə tərsinə qurulur. Səhifə burada, kitab orada olacaq. Səhifə nədir ingilis dilində? Page. It's a page of. It's a book. Tərsinə deyirsən də, ayrıca səhifəni deyirsən, sonra kitab deyirsən. The page of the book. Aydındır mı? Və yaxud deyək, qapının rəngi deyək. Rəngi nə idi? Color. Paint boyadır, suluq boyadır. Amma paint colordır. Rəng colordır. The color, qapının rəngi deyirəm. Birinci nəyi deyirəm, tərsinə deyim. Rəngi deyirəm. Rəng sonra nə? Qapı. Rəng nədir ingilis dilində? The color of the door. Bu oldu nə? Qapının rəngi. Aydın oldu mu? Sonra pəncərənin şüşəsi. Şüşə nədir ingilis dilində? Pəncərə nədir? Window. Birinci nasıl deyək? The glass of the window. Yadınızda saxlayın. İngilis dilində nə qədər ifadə qursaz, söz birləşmələri qursaz, o söz birləşməkdəki sözünü olacaqsa, sözünlər ofdur. Sonra hansı sözünlər var? In var, nə bilim, to var, from var, nə bilim, at var, by var. Bu nə qədər sizin ifadənizin içərisində sözünlü bir tərcümə olacaqsa, ifadəni tərsinə qurmalısınız. Aydındır mı? Bax, belə deyək də, belə deyək, bax. Bakıdakı abidələr demək istəyirəm. Ofu yaddan çıxarmaq ki. Bakıda nədir? Da nədir? Bakıda ismimizi deyərəm mən. In Baku deyərəm. Abidə nədir? Monuments. Elədirmi? İndi bu ifadəni yenə tərsinə qurmaq. Çünki indən istifadə yaramaq. Elə deyil. In nədir ingilisində? İçində in deməkdir. Bakıda desəm nə deyərəm? In Baku. Onun tərsinə qurum. Deyirəm. The monuments. Bu gəlikəl deyil. Sadəcə bunu izah edirəm. The monuments in Baku. Of Bakıda demiyorlar, in Bakıda demiyorlar. Bakının abidələri, Bakıdakı abidələr, bunu da deyə bilərdik. Qalsın əkən deməyim sizə. The monuments of Baku və yaxud nə? The monuments in Baku. Aydındır mı? Demək, başlara bildim mi sizə? Demək, sözünü varsa bizim ifadəmizdə, həmişə necə o ifadə qurulmalıdır tərsinə. Son söz bizdə orada əvvəldə gəlir, bizdəki son sözlərdə əvvəl gəlir. Məsələn, the glass of the window bizi tərcümə edirik bunu. Pəncərənin şüşəsi, kitabın səhifəsi, qapının rəngi. Aydın oldu mu sizə bura qədər? Bir şey verin, hansı artikl üstünlüğü vermişəm mən? Z demişəm, aydındır mı? Amma ofdan əvvəl də yaza bilərəm. Ofu bir də harada görə bilirdik? Ofu bir dənə dərs var deyə biz sayıla bilməyənlərin miqdarını göstərərkən. Biz əgər burada artıq of yerlikəl kimi tərcümə olunmur, sadəcə of miqdar bildirir. Məsələn, deyirəm ki, a piece of bread. Bir parça çörək. Buradakı
Burada article-dan istifadə eləmirəm. Aydındır, mən niyə istifadə eləmirəm? Çünki bu ifadə nəyi bildirir? Miqdarı. Miqdarı bildirdiyi üçün sayıla bilmən isimdir və işte bilmirəm. Burada da həmin miqdarın sayını yazıram. Bir parçadırsa a piece'dir, 5 parçadırsa, nə biləm, 5 pieces deyirəm və yaxud da ki, bir neçə parçadırsa some məsələn. Başa düşürsünüz necə? Yəni, mən bu ifadələrdə of-u nə olaraq görürəm? Miqdar bildirən bir ifadə olaraq görürəm. Aydındır mı? Hə? Başlaya bilirəm mi necə? İndi qayıdaq öz məsələmizə. İsmin cansız arabanın gerek halına yaradırdı. Apostrof. İkinci cəmliyi bilmirəm. Cansız varlığın gerek halına nə yaradır? Of yaradır. Necə olur o ifadə? Oftan əvvəl nə yazmalıyıq? Əsas tərəfi yazılır, oftan sonra asıl tərəf. Əslində bu ifadələrdə oftan əvvəl gələn tərəf əsasdır. Aydındır mı? Demək, qapının dəstəyi demək istəsəm. Dəstək ingilis dilində handle'dır. Handle'ı birinci deyərəm, sonra qapını deyərəm. Nə deyirəm burada? The handle of the door. Demək, məsələn, masanın ayağı deyək. Ayaq birinci deyək, sonra masana. Masanın ayağı. Ayaq legdir də. Fit pəncədir. The leg of the table. Olacaq nə? Masanın ayağı. Gəlin yazaq, ayağı birinci yazmalıyıq. The leg of the table. Olacaq nə? Masanın ayağı. Bura qədər aydın oldu mu? Əsas tərəf hansı oldu? Hansıdır burada əsas tərəf? Əvvəl gələm. Nə əsasdır burada? Leg. İndi mən burada yazıram legs-i. Cəm edirəm. Elədir mi? İndi bu ifadə cəmdədir, yoxsa təkdədir? Table təkdir, legs cəmdir. İndi hansı bu ifadə təkdir, yoxsa cəmdir? Cəm. Əsas tərəf cəm. Əsas tərəf hansı idi? Oftan əvvəl. Oftan əvvəl. Oftan əvvəl cəm gəlir. İfadə demək cəmdədir. Bəli. Aydındır mı? Oftan əvvəl söz təkdə gəldiyi üçün bu nə olacaq? Təkdə. Bu nə olacaq? Təkdə. Bunu page eləsəm ifadə nə olacaq? Cəmdə olacaq. Burada cəmlənmə əsas tərəfə, cəmdə təkdə olma əsas tərəfə baxırıq. Əsas tərəfdə hansıdır? Oftan əvvəl gələn tərəf. O tərəf cəm olsa, xəbər də cəm olacaq. Məsələn, mən burada are yazaram, is yazaram. Are yazaram, çünki legs cəmdədir. Are broken deyərəm. Aydındır mı? The glass of the window deyərəm is nə olsun? Clean. Pəncərənin şüz təmizdir. The page of the book are torn deyərəm, cırılıb deyərəm. Aydın oldu mu? Bunu bildik. Demək, of ifadələrində əsas tərəf hansıdır? Ofdan əvvəl gələn tərəfdir. Aydındır mı? Azərbaycan dilində necədir bəs? Son sözdür də. Elədir mi? Qələmin mürəkkəbində qələm əsasdır, mürəkkəb əsasdır. Mürəkkəb əsasdır. Stolun ayağında ayaq əsasdır. Elədir. Həmişə şəkilçi qəbul edən tərəf yox, digər tərəf həmişə əsas olur. Bunu bildik. Siləymi? İndi, belə bir şey var. İndi apostrof S-lə bağlı bəzi qaydalar var. Gəlin onları başa salaq. Apostrof deyir ki, əgər bir əşya, iki və daha çox əşyanın ortaq əşyasıdırsa, bir əşya, iki və daha çox şəxsin ortaq əşyasıdırsa, biz həmin apostrofu bir dəfə artırırıq və həmin əşya hər iki nəfərə aid olur. Nə deməkdir bu? John və Jane'in anası. Burada bu ana həm John'un, həm də Jane'indir. Niyə belə, yəni bunu hardan bilirəm ki, bu ana həm John'undur, həm Jane'indir? Çünki sadəcə sonuncusunu artırmışam. Aydındır mı? Demək deyirik ki, bir əşya iki və daha çox şəxsə məxsusdursa, apostrof S-i ən axırıncısını əlavə edirik. Burada 5 nəfər də olsaydı, bu əgər ana ortaq idisə, ən sonuncu şəxsin sonuna apostrof S-i artırardım. İki bacı qardaş var burada. Kimlərdir onlar? Real. İndi, mən real və rəvalın hansı demək istəyirəm? Nə deyərəm? Real əvvəldə apostrof S. Üç dəfə artırım apostrof S-i. Bir dəfə. Bir dəfə artırım. Elə deyilmə? Çünki apostrof S maldır. Bu evlər də, burada ev də yaza bilərəm. Ev də ortaqdır. Elə deyilmə? Eyni evlidir. Yəni, real və rəvalın evi ortaqdır. Aydındırmı? Bir dəfə artırdığımız üçün, mən başa düşürəm ki, bu ev həm bunundur, həm də onun. Aydındırmı? Və yaxud bu ana həm Jane'indir, həm John'undur. Aydındırmı? Amma mən real və rəvalın ortaq olmayan nəyin deyə bilərəm?
Nə ortaq ola bilməz? Burunları. Şapşip Burunları. və Burun. burun, şapşip, Hər paltar, nə bilim şapşip nədir? Sonra, məsələn, köynək, saç, burun, qulaq, bədən üzvləri hər kəsdə ortaq ola bilməz. Hamısı elədir, özəldir də insan, elədirmi? Demək, ortaq olmayan əşyalar üçün biz nə edirik? Apostrof S-i hər şəxsə ayrı-ayrı artırırıq və həmin əşyanı da Rəvalanın burnu və Realın burnu. Neçə dənə burun var burada? 2 dənə. Burun nə olmalıdır? Cəmdə olmalıdır. Bədən üzvləri ortaq ola bilməz. Elədirmi? Ortaq olmadığı üçün hər şəxsdə ayrı-ayrı apostrof S-i artırmalısınız. Aydındırmı? Və həmin əşya nə olmalıdır? Cəmdə olmalıdır. Aydındırmı? Cəmlənə bilməyən əşya da ola bilər. Məsələn, saç. Saç necə isimdir? Sayıla bilməyəndir də saç. Saçı yazsaydım cəmdə yazmazdım. Çünki saç cəmlənmir, sayıla bilməyəndir. Amma burundur, ayaqdır, nə bilim, paltar desəm, məsələn, ayrı-ayrı olacaqdır. Elə deyilmi? İndi mən burada əgər Rəvan və Realın ayrı-ayrı evləri olsaydı necə göstərərdim? Hərəsinə Apostrof S yərdim, Rəvana apostrof S yərdim və bu hausda nə olacaqdır? Cəmdə olacaqdır. Aydındırmı? Yəni, burada bacı-qardaş eləməyək, ayıraq bunlar. Necə ayırarıq? Isına götürəlim. Bunu götürək, mazars yazarıq, elədirmi? Olacaq nə? Realın anası və Rəvanın anası. Bu arada nə olmadılar? Ayrı-ayrıdılar da, bacı-qardaşlar deyirlər. Aydındırmı? Hə? Apostrof S-i bir dəfə artırırıqsa, nə demək deyir? Hər ikisinə aiddir. Hər şəxs ayrı artırsaq, hər şəxsə özəl olaraq danışırıq və həmin əşyanı ayrıdırsa əgər cəmdə yazmalıyıq. Buna yaxşı fikir verin, çünki testdə qəşəng çaşdırırlar sizi buna görə. Başa bildim mən demək istəyirəm? Hə? Anladınız mı? İndi, burada başqa bir qeyd yoxdur. Yəni ki, Allah elə bir şey qeyd yoxdur burada. Belə bir misal yazın tərzdən. Bir dənə yaxşı. Kate və Kate and Səhvlik var. Yox. Ev camı. Ev camı mən. hansına cəmləməlidir? Çünki neçə nə ev var burada? 2 dənə ev var. Yaxşı, belə bir şey deyim. Burada house cəm ola bilərmi? Bilərdim. Gələ bilər çünki axırda apostrof istəyəm. Bu house cəmdə ola bilərmi? Evləri ola bilər. Evlərə İkisinin ortaq 5-6 dənə evləri var. Biz nə bilirik? Ola bilər də, hə? Amma nə olmaz? Məsələn, nə olmaz? Ortaq da, hə? Bu olmaz. Elə deyil. Məsələn, John və Kate'in analarını deyə bilərik. Ortaqda axı. Ortaq neçə ana var orada? Bir dənə ana var. Onda nə olmalıdır? Mazar olmalıdır. Aydındırmı? Apostrof S-dən sonra cəm və ya tək isim gələ bilər. Amma nədə fikir verməlisiniz? Apostrof 2 dəfə artırılıbsa, hər şəxs ayrı artırılıbsa, əşya mütləq cəmdə olmalıdır. Elədirmi? Amma ortaq deyilsə, valideyndən söhbət gedirsə, o bir dəfə yazılır. Başa düşdünüz necə? Bir dənə cəm yazılmır, tək yazıla bilir. Anladınız mı? Hə? Yəni burada ana ortaqdırsa bir dənə anadan söhbət gedir. Bir dənə anası nə olacaq? Mazər sadəcə olacaq. Elə deyilmi? Amma ortaq evləri də ola bilər, ortaq evi də ola bilər. Burada problem yoxdur. Başa sala bildim mi? Yaxşı. Keçirik daha nəyə? Bu qədər. Bədən üzv nə ortaq olmaz uşaqlar? Nə ortaq yaza bilirik? Bədən üzvlərini, şəxsi əşyaları, nə bilim, burun, göz, saç, bunları nə eləmirik? Ortaq yazmırıq. Aydındırmı? Bir də bu var. İnsan adları bəzən S ilə bitə bilər. Məsələn, Shams var, Dickens var, İngilis dilində. Shams sözü nədir? İnsan adı S ilə bitir. Bu sadəcə adın özündə S var. Elədirmi? Buna gəlir ki, artırarkən nə edirik? Apostrof S. S-ni artırmamışıq ki, S özündə var. Başa düşdünüz necə? Sadəcə apostrof hansı isimlərdə var idi? Hansı isə sadəcə apostrof olurdu? Cəmi. Məsələn, bird sözü S onda cəmdə olurdu. Elədirmi? Cəmdə sadəcə apostrof. Yəni, bu isim cəm deyil. Sadəcə insanın adında var. S. Aydındırmı? Adında olmasaydı biz onu necə deyərik, boş apostrofla cəmdə yazardıq. Bura qədər aydın oldu mu? Bəsdir bu qədər.